Tarım tezgahına baxırıq. Xristian kilsəsi, səlibçilərin şərqə işğalçı yürüşləri, Fransa, İngiltərə. Mövzu 21. Hadisə nəticədə əlaqəsi pozulmuşdur. Tulza qraflığının birləşdirilməsi, Cənub-Qərb ərazilərinin İngiltərədən azad edilməsinə şərait yaratdı, düzdür. Azinkur döyüşünün baş verməsi, Fransanın şimalı İngilizə tərəfindən tutuldu, düzdür. Janna d'Arc'ın Orleanın müdafiəsini təşkil etməsi, yüzillik müharibədə Fransanın xeyrə dönüş yarandı, düzdür. Yüzillik müharibənin bitməsi, Kale limanı İngiltərədə qaldı, düzdür. 46-cı Kresi döyüşünün baş verməsi, fransızlar məğlub oldu və kral əsir düşdü. Kralın əsir düşməsi Kres yox, Poitiers döyüşündədir. Fransızlar məğlub olmağına məğlub olub, amma kral əsir düşməyib burada, ona görə iyi olacaq. Biri Fransanın 14-cü əsr tarixinə aid deyil. Yüzillik müharibənin gedişində İngiltərə ilə ağır şərtlə sülh müqaviləsi 1360. Cənub ərazilərində kral hakimiyyəti altında birləşməyə başlaması 14 başlama deyildi, xeyr. Ona görə də elə B variantı olacaq. Baş ştatların çalınması 1302. Jaklar üsyanının baş verməsi 1358. Yüzillik müharibənin başlaması 1337. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdüs haqqında verilmiş məlumatları müəyyən edin. Əl-Aqsa məscidi bu şəhərdə yerləşir, düzdür. Misir hökmdarı tərəfindən şəhər səlibçilərdən azad edilmişdi. Misir hökmdarı tərəfindən şəhər səlibçilərdən azad edilmişdi. Elə bu da düzdür. 1187 Təbəriyyə döyüşü. Şəhər 7-ci əsrdən Abbasilərin hakimiyyəti altına keçmişdi. 7-ci əsrdə Abbasilər yox idi. Abbasi 8-ci əsrdə gəlib. Sultan Səncərin hakimiyyət illərində şəhər səlibçilər tərəfindən tutulmuşdu. Sultan Səncər 1118-ci ildə hakimiyyətə gəlib. Səlibçilər Qüdsü tutub 96-99-cu illərdə. 3 dinin müqəddəs şəhər hesab olunurdu. Bəli, 1, 2, 5, B variantı. 15-ci əsrdə baş vermiş hadisələr içərisində daha sonra baş vermiş hadisəni seçin. 15-ci əsrdə İngilislərin Orlean şəhərinin mühasirəyə alması 1420-ci illərin sonu. Tüdorların hakimiyyətə gəlməsi 1485. İspan krallığının meydana gəlməsi 1479. Fransada etiqad azadlığı haqqında fərman 16-cı əsr bu ümumiyyətcə olmaz. İspaniyanın Qranadan işğal etməsi 1492. Bizə 15-ci əsr hadisələr içərisində daha sonra dediyinə görə Qranadanı götürəcəyik. Yəni etiqad azadlığı 16-cı əsrdir, amma bizə 15-ci əsr aid olanlar istəyir. Normand işğallarının İngiltərə üçün siyasi və sosial-iqtisadi nəticələrindən biri ola bilməz. Kral hakimiyyəti gücləndi, düzdür. Feodallaşma prosesi başlandı. Başladı yox, başa çatdı. Elə B olacaq. Daxili və xarici ticarət genişlənmişdi, düzdür. Ölkənin siyasi birliyi möhkəmləndi, düzdür. Kəndlilər əsasən təhkimi vəziyyətə düşmüşdülər, düzdür. Verilənlərdən biri İngiltərə tarixinin qızıl dövrünə aid edilə bilməsi. Yəni söhbət Yelizavetadan gedir, 1-ci Yelizaveta. Şimali Amerika səfərlərin təşkil edilməsi, düzdür. İspan donanması məğlubiyyətə uğradılması, bəli, 1588. Dəniz quldurlarından öz siyasi məqsədi üçün istifadə edirdi, düzdür. Böyük Britaniyanın məğlub edilməz armadanı məhv etməsi. Böyük Britaniya yarandı 1707-ci ildə. Yelizaveta hakimiyyətdə olub. Deməli, 1556-1603. Ona görə bu olmaz. 58-1603. Olacaq D variantı. 11-ci Ludovika aid deyil. Rəqiblərinə qarşı yenidən istifadə etməsi, düzdür. Mərkəzləşmiş dövlətin yaradılması prosesinin güclənməsi, düzdür. Mərkəzləşmə prosesinə mane olanlar ayrı-ayrıda məğlub etməsi, düzdür. 15-ci əsrin ikinci yarısında hakimiyyətdə olması, düzdür. Burbonlar sülaləsinin nümayəndəsi olması, 11-ci Ludovik 15-ci əsrdə hakimiyyət olub. Burbonlar gəlib 16-nın sonunda. Yüzillik müharibəyə hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Fransanın yeni kralının İngiltərə ilə ağır şərtlərlə sülh müqaviləsi 1360. Poitiers döyüşündə İngilis qoşunlarının qələbə qazanması 1356. Yüzillik müharibənin başa çatması 1453. Jaklar üsyanı 1358. Fransanın şimalının İngilizə tərəfindən tutulması 1415 Azinkur. Demək, bizə yüzillik müharibəyə aid hadisələrin ardıcıllığını istədiyinə görə ilk öncə Jaklar üsyanını çıxartmalıyıq. Çünki Jaklar üsyanı yüzillik müharibəyə aidiyyəti yoxdur. 4 olan cavabları çıxırıq və qalır Y variantı. 2, 1, 5, sonra da 3. Daha əvvəl baş vermişdir. Səlibçilərin Konstantinopol tutması 1204. Mosul əmrinin Edessanı azad etməsi bu
ikinci sərbi yürüşdən əvvəl idi. Xordo və xilafətinin parçalanması 11-ci əsrin əvvəli, Qüdsün səlibçilər tərəfindən ələ keçməsi 11-ci əsrin sonu, Friedrich Barbarossun quru yolla səlib yürüşünə başlaması, bu da 3-cü səlib yürüşündə. Daha əvvəl dediyinə görə götürəcəyik Xordo və xilafətinin parçalanması. 10-cu suala baxaq. Yüzillik müharibənin iştirakçılarını müəyyən edin. Təbii ki, İngiltərə, Fransa 1-dən 2, 5 Almaniya, 4 İspaniya, 3 İtaliya. Klassik feodalizm dövrü 11-15, İngiltərə, Fransa. 3-cü xaçlı yürüşü zamanı Qüdsə getmək üçün dəniz yolundan istifadə etməsi. Deməli, dəniz yolundan istifadə edib hər ikisi həm İngiltərə, həm Fransa 3-ə gedəcək. Məğlub edilməz armada adlanan dəniz donanması məğlub edilməz. Bu məğlub edilib 1588 bizə istəyir klassik feodalizm dövrü. Bu klassik feodalizm dövrü son feodalizm dövrü. Ona görə B olmaz. B olan cavabları çıxardırıq. Roma papası ilə münaqişənin baş verməsi. Hər ikisində olub mübarizə. Oxşar A, C. Kralın özünü Roma papasının vassal elan etməsi. Vassal İngiltərədə idi. 1-ə D. Papa ilə mübarizədə qalib gələn kralın Roma papalarını özündən asılı vəzifə salması. Bu da təbii ki, Fransa olacaq. 2-yə Y. Y variantı. 4-cü səlib yürüşü zamanı səlibçilərin Bizansa hücum etməsinin səbəblərindən biri Papa 2-ci Urbanla Bizans imperatoru arasında ziddiyyətlər. Xeyr. Edessanın Mosul əmir tərəfindən tutulması. Xeyr. Qüdüsün Bizans tərəfindən qarat olması. Xeyr. Bizans ilə Səlcuqlar arasında ittifaqın yaradılması. Xeyr. Katolik kilsəsinin patriarxa düşmənçiliyi. Bəli. Yüzillik müharibə dövründə Fransa və İngiltərənin fərqli olmayan cəhətini müəyyən edin. Yəni oxşar cəhət istəyir bizdən. Mərkəzləşmə prosesinin başlaması. Başlama bu dövrdə deyil, yüzillik müharibə dövrdə deyil, əvvəl idi. Parlamentin fəaliyyətə başlaması. Fransada parlament yoxdur. Kəndlərin feodaldan asılılığının daha da güclənməsi. Xeyr. Artıq yavaş-yavaş təkmil azad olunurdular. Kəndi üsyanların baş verməsi bəli, bu oxşar olacaq. Fransada Jaklar, İngiltərədə Wat Tyler. Uyğunluğu müəyyən edin. Doğrundan doğru, yanlışdan yanlışı götürəcək. Fransada yaşayan əhalinin fərqli dildə danışması feodal dağınıqlığını daha da gücləndirir, düzdür. Fransanın cənubunda şəhərlərin yaranması və inkişafı daxili ticarətin inkişafı, daxili yox, xarici. Yanlış. Fransanın şimalında vilayətlər arasında əlaqələrə təsir göstərmişdi. İtaliya və İspaniya ilə yaxınlıq. Bu şimalda yox, cənubundakı şəhərlərlə bağlıdır. Ona görə 3 olacaq. Amma hamısına baxam. Fransanın cənubunda feodal münasibətlərin zəif inkişaf etməsi şəhərlərin inkişafı və dağlıq bölgələrdə azad icmaların qalması idi, bu düzdür. Demək olacaq 1-dən 3 A variantı. 4-cü Gözəl Filip, 7-ci Henrix, 2-ci Henrix. Mərkəzi hakimiyyəti gücləndirmək üçün bir sıra tədbirlər. Təbii ki, 4-ə gedəcək. Fransanın bəzi torpaqlarını ələ keçirmişdi. Bu olacaq bəzi torpaq. 2-ci Henrix. 3-ə gedəcək B. Zadəganlar və orta təbəqə üzərində az vergi qoymaqla onların dəstəyini qazandı. 7-ci Henrix. 2-yə C. Kilsə torpaqlarından vergi almağa başladı. 4-cü Gözəl Filip. 1-ə D. İslahata əsasən İngiltərənin bütün əhalisi müəyyən ödəniş müqabilində kral məhkəməsinə müraciət edə bilər. Bütün əhalisi yox, bütün azad əhalisi. Ona görə Y olmaz. Y olmaz, Y olmaz, Y olmaz. Deməli, 1-ə C, 1-ə D, 2-yə C, 3-ə B, 4-ə də A variantı. 12-ci əsrin sonunda baş vermiş 3-cü sərib yürüşün əsas məqsədi 1189, 92. Təbii ki, Qüdüs krallığının Fələstin hakimiyyətində Qüdüs kralının Fələstində hakimiyyətin ləğv edilməsi yox, Səlahiyyətin Əyyubi tərəfindən azad edilmiş Qüdüsün geri qaytarılması. Bəli, Qüdüs azad olmuş deyilsə yenidən işğal etsinlər. 11-ci əsrin 50-ci illərinə aiddir. Katolik kilsəsinin parçalanması. Katolik parçalanıb 1555, 1054-cü ildə Xristian kilsəsi parçalanmışdı. Qüdsün səlibçilər tərəfindən işğal edilməsi 1096-99, Latin imperiyası meydana gəlməsi 1204, Papa 2-ci Urbanın Klermon kilsə məclisinə çıxışı 1095, Şərq kilsəsi Yunan kilsəsinin meydana gəlməsi, bəli, bu olacaq 1054. Aşağıdakı cədvəldə hadisələrdən hansılarının yerini dəyişsək, ardıcıllıq düz olunar. Peçeneglərin Konstantinopola hücum etməsi. Peçeneglər Konstantinopola hücum ediblər 1091.
Kilsənin iki hissəyə parçalanması 1054. Təbələ döyüşü 1187. Latin imperiyasının yaranması 1204. Səlibçilərin Konstantinopoldan qovulması 1261. Deməli 91, 54, 1820. Elə bilirəm ki, yeni dəyişmək artıq 30 olsun. 13-cü əsrin əvvəllərində Roma papasının vassalına çevrilən dövlət. Roma papasının vassalı Polşa, Danimarka, İngiltərə. Polşa, Danimarka, İngiltərə. Buradan ancaq bizə verir İngiltərəni 1. 4-cü səlib yürüşünə aid olmayan variantı müəyyən edin. Latin imperiyası yarandı, düzdür. Qara dənizə ticarətdə üstünlük Bizansın əlindən çıxdı. Qara dəniz yox, Aralıq dənizində, amma hamısına baxın. Müqəddəs Sofiya kilsəsi, düzdür. Xristian xalçıların əsl niyyət ortaya çıxdı, düzdür. Papa yürüşün məsrəflərini qarşılamaq üçün yeni vergi təyin etdi. Olacaq B variantı.